Bunlar tapdıqları. Bu necə olub? Bu nətər olub axı? Bildim bu nətərdir, necədir? Bu cənab başçı deməli çay atılmışdı bunlar. Çay atılmışdı. Çaydan çıxartdım. İlk hissəsində inşallah günün ikinci yarısına çıxardacağıq. Nədir bilinmir. Deməli oxudular dünən axşam və burada deməli Quran ayələrinin təhlili, peyğəmbərlərin hədisləri və imamlar haqqında yazılardı. Və yaxşı bunu niyə atsınlar? Nə məqsədlə at? Bu silah deyil, narkotik deyil ki, aparım atım canımı qutarsın. Bu kitabdır, verədilər bir adama, sataydılar ya, verə kitabxanaya. Bu niyə atsınlar? Burada nə yazılır? Buna ışıq sal baxım hələ, bu yarına. Ha, bir dəqiqə, bir görüm, çox xırdadır. 4 bu xəsabihi əl-müminin ərəbi. Bu belə bir şey yazılır buna. Arabada 4-cü cilt. Buradan nəsə bir əsərdir. Bu da belə bir şey. 4-cü cilt. Nəamiyə Allah Hüseyni. Allah Hüseyni. Bu müqəddiməyi kitabdır ha. Bax gələk buna. Hayır, bir dənə qoxananda da o heyiflərdə. Nəysə də indi belə baxırıq ki, bu nədir də ya? Təsəvvürümüz olsun ki, bu nə olan şey? Hədi. Məsəl, bura baxaq. Nə yazılır? Burada yazılır müqəddiməyi. Təfsiri olan bilir. Onlar da hər şey olur. Hədiyə-i Nə bilim, ayrı atmadım, oğlum, mən də bilmirəm, bu hər halda Quran deyil, Quran kitabı deyil, təfsirdirmi, ya hədisdirmi, ərəbcədir, farsca deyil. Bu hər halda bir qiymətlidir də, ədəbiyyatdır, kitabdır, o dəqiq oradadır. İndi vadavazlar gətirəcəm, bugün çıxadacam, dövlətlə gəlib mənə gəlib. Amma hər halda bunun məsəl üçün, tutaq ki, əgər bunu vermək olar Qafqaz Müsəlmanları İdarəsi, dini komitəyə, mütəxəssislər var da. Bunun dəyəri də ola bilər axı. Bu elə ola ki, həqiqətən bir dəyərli bir şeydir. Onda yəqin ki, arasa kitabxanaya vermək lazım. Hər halda baxsınlar, istənilən halda kitabdırsa, bunu orada xilas eləmək savabdır. Yəni, heyifdir, niyə batmalıdır? Amma niyə atsınlar? Lütflərdən fikirləşim ki, kitabı niyə atsınlar, versinlər sənə, əgər kiməsə versinlər. Amma sağ ol da, hər halda götürmüşsən. Allah köməyiniz olsun. Verin, kimə aiddir eləsinlər də.